He? Şundan da vurdum şey. Toprak tutuyor he. Ağay Mehman Tahiroğlu. Hal-hazırda su quşları ovunun mövsümüdür. Deməli, ova getmək üçün necə ov icazəsi əldə edilməlidir? Ova getmək üçün necə ov icazəsi əldə edilməlidir? Regional Ekologiya Təbii Sərvətlər İdarəsinə müraciət olunur, ərizə ilə müraciət edilir. Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət edilir və ov icazəsi tələbi alınır. Deməli, cümə, şənbə, bazar günləri. Bu 3 gündən biri seçilir. Bir dəfəlik ov icazəsi. Yəni limit də 3 ördəkdir, 3 qaşqaldaqdır, 1 qazdır. Yəni 3 ördəkdir, 6 ördək istisna olmaqla. Yəni 6 ördəyi ovlanması qəti qadağandır. Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilir. O cümlədən beynəlxalq qırmızı kitaba. Bu hansı ördəklərdir? Ağgöz dalğıc, mərmər cürə, göydimdi, qırmızı baş dalğıc, uzunquyruq ördək, bir də adi qılquyruq ördək. Yəni adi qılquyruq ördək bu turpandır. Yəni ovçularımız səhv salmasın. El arasında biz başqa ördəyə qılquyruq deyirik. Haça quyruq, cizə quyruq deyilən ördəyə. Və bir qazdır. Qaz da 2 növ qaz istisnadır. Yəni 2 növ qazı ovlamaq olmaz. Qırmızı döş qaz, ağqaş qaz. Yəni ağqaş qazı ovçular ağalın qazından səhv salmasınlar. Yəni ağqaş qaz o el arasında ciran qazı dedikləri qazdır. Və o da nəzərinizə çatdırım ki, elə quşlar var ki, qırmızı kitaba daxil edilmək yalnız ov obyektidə deyil, yəni ovlanması onun da qadağandır. Kəklidir, harayçı qudur və bu növ quşlar. Deməli, atış məsafəsi 35-40 metr. Atış məsafəsi 35-40 metrdir. Yəni, ovçular deyir ki, biz o ördəkləri yəni, necə tanıya bilərik? Yəni, atış məsafəsindən ördəklər açıq aydın tanınır. Və onlar da peşəkar ovçulardan, yəni bilənlərdən məsləhət alıb öyrənmək lazımdır. Ovçuların özündə də biraz ornitologiyaya, yəni ornitoloji olaraq, yəni ornitologiya həvəskar ornitoloq olmalıdır. Ovçuların özündə, ovçular da yəni həvəskar ornitoloq olmalıdır, yəni bilməlidir, quşları tanımalıdır. Atış məsafəsindən o quşları tanımaq olur. Yaşlıbaş ördəkdir, yəni ağgözdür, yəni bu bilinir. Ağgözü məsələn şabalı rəng olur, yəni qırmızıya çalan ördək sinədən yuxarı. Yəni çalışdığımız qədər də ovun son həftələrində çalışdığımız qədər çalışaq ki, ovçular, bütün ovçular da məsləhət görür ki, dişi ördəkləri atmasınlar. Çalışdığımız qədər. Kiçik fazlindi. Yo başkası. Yakın.
gəlir ki. Sürətli gedir, sadan gedir. Sen kuşlardan atsın suya götürüp gelsin. He. Niye gitsin ki bilmiyorum. Geldi. Kış kompütü atacaq. Abla düşüyor, abla var. Yana bak. Orası düşüyor. Ov zamanı deməli qanunla icazə verilən alətlərdən istifadə edilməlidir. Bunlar hansılardır? Məsələn, su quşları ovunda maketlərdir, maketlərin düzülüşü, yəni maketlərdən istifadə olunmalıdır və nəfəsli çağırış alətlərindən. Yəni quşları bu alətlərdə cəlb eləmək olar. Yəni qanunla bunlar icazə verilir. Amma elektron vasitələrdən qəti qadağan, yəni bütün dünyada və Azərbaycan qanununda elektron vasitələrdən ov zamanı istifadə qadağandır. Elektron vasitələr ornitoloqlar üçün və ya ki, təbiətin çəkilişləri üçün nəzərdə tutulub. Yəni ov üçün nəzərdə tutulmayıb. Bu qanun pozuntusu sayılır və quşların populyasiyasının sayının azalmasına gətirib çıxardır. Yəni miqrasiya yolunu dəyişir. Orada səslər istifadə edirlər ki, hansı səslər ki, bu səslər yazda quşun yaz səsidir, yay səsidir. Yəni quşu çaşqınlığa vadar edirlər. Quş çaşır, bilmir yaydır, yazdı və sonralardan, yəni gələcəkdə o yerlərə quşun azalması müşahidə olunacaq həmin yerlərdə. Yəni sonradan həmin yerdə quşun müşahidəsi azalması olacaq. Deməli bir də təhlükəsiz qaydalar deyirəm. Silahı ov yerinə çatmamış qabından çıxardıb qurumaq olmaz. Yəni çatdın, maketlər düzüldü, hər şey hazır. Yəni ən sonda silah qabından çıxardılır. Ən sonda silah qabından çıxardılır və qurulur. Deməli hər bir ovçuda da tibbi çanta olmalıdır. Yəni olmalıdır, mütləqdir. Yəni ov zamanı hansısa bir ələ zədə olar, harasa zədə olar, ilk tibbi yardım etmək üçün, ilkin tibbi yardım etmək üçün tibbi çanta olmalıdır.
Orada nətər orada işləyir. Mən